Hər vaxtınız xeyir olsun. İndi danışacağım bir idmançı nəinki Mingəçevirin, Azərbaycanın fəxri olan, Azərbaycana boks üzrə ilk Olimpiada medalını gətirən, 2000-ci ildə Sidneydə ilk medalını gətirən Vüqar Ələkbərov haqqında. Vüqar Ələkbərov 1981-ci ildə Mingəçevir şəhərində kasıb bir ailədə anadan olub. Hal-hazırda boks üzrə yığmamızın baş məşqçisidir. Biz səni unutmadıq, biz səndən fəxr edirik və özümə borc bildim ki, bu videonda sənə həsr edim. Allah səni qorusun.